Bəlkə də hamımızın həyatında elə anlar olub ki, yolun bir yerində dayanıb davam etməyin çətin olduğunu hiss etmişik. Məsələn, böyük bir məqsədə çatmaq üçün çalışırıq, amma hər dəfə irəlilədikcə yeni çətinliklər və problemlərlə qarşılaşırıq. Bu anlarda bəlkə də ümidsizliyə qapılaraq mübarizədən vaz keçmək istəyirik. Lakin elə məhz bu anlarda Allah bizə səbr və dözüm göstərə bilməyi əmr edir. Hud surəsinin 112-ci ayəsində Allah Taala peyğəmbərimizə və bütün möminlərə belə buyurur: "Fastaqim kama umirta və men taba ma'ak." Odur ki, sənə əmr olunduğu kimi sabit qədəm və möhkəm ol və həmçinin səninlə birgə üz tutan kəslər də belə olsunlar. Bu ayə qaranlıqda yolumuzu işıqlandıran bir çıraq kimidir. Həyatın çətinlikləri ilə qarşılaşdıqda sarsılmamalı və mübarizəmizə davam etməliyik. Məhz bu səbr və müqavimət sayəsində Qəzzə xalqı da silahlarla tam təchiz olunmuş Siyonist rejimə qarşı dayanıb mübarizə aparır. Allah Taala bu ayədə bizə bildirir ki, doğru yoldan əsla sapmamalıyıq. Bəzən hər şey bizə qarşı kimi görünsə də, Allah həmişə bizimlədir və bizi qoruyur.